Deməli qardaşlar, mən bir xanım zəng edib darvazasını ölçmüşəm. Ölçüləri götürdüm, hər şeydə razılaşdıq. Rəngə çıxanda deyir ki, mənim darvazam qırmızı rəng istəyirəm də, yəni cavan insan. Tamam xanım, valla qırmızı rəngli darvaza yaxın 5-6 ildə yığmamışam da, yəni ki, bir dənə şəkil göstərim ki, bunun rəngi qırmızıdır. Kataloqda qırmızı rəng var, amma biz yığmamışıq, çünki tələbat yoxdur o rəngə. Qırmızı rəngli darvaza hələ yəni istəyən olmuyubdur. Deyir, mən belə istəyirəm. Yəni, bilin, bəzi olur, siz nə istəyirsiniz, mən də onu yığasıyam, problem deyil. Məsələ odur ki, yəni bugün tələbatda yoxdur, elə bir şey. Qırmızı rəngli darvaza istəyən yoxdur, kataloqunda mən onu göstərim sizə. Qəşəng antraksit boyalar var, karışnığı var, ürəyin istəyən formalar var da, yəni. Sizcə qırmızı rəng necə yaraşır darvazaya? Fikirlərinizi yorumlarda gözləyirəm.